Hər vaxtınız xeyir. Bəli, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində açılmış cinayət işinin araşdırıldığı məhkəmə prosesi, sübutların, faktların araşdırılması, sənədlərin tədqiqi ilə davam edir. Qeyd edək ki, cinayət işi üzrə sənədlərin bir qismi 2022-ci ilin sentyabrında Ruben Vardanyan Azərbaycanın nəzarət buraxılış məntəqələri olmadan ölkəmizin sərhədlərini qanunsuz yolla keçdikdən sonra Qarabağa gəlməsi və burada o zamanlar Rusiya sülh məramlarının müvəqqəti yerləşdiyi ərazilərdə məskunlaşdıqdan sonra törətdiyi cinayət əməllərinin sübutları, faktları, sənədləridir. Və bu sənədlərlə bağlı mən bir neçəsini tamaşaçıların da diqqətinə çatdırmaq istəyirəm. Cinayət işi üzrə qeyd olunur ki, Ruben Vardanyan o zamanlar özünün həm təsisçisi olduğu təşkilatlar, fondlar vasitəsilə humanitar aksiyalar adı altında vəsaitlər cəlb edib Qarabağa. Həmin vəsaitlər isə sonradan burada yaradılmış qeyri-qanuni silahlı birləşmələrin fəaliyyətinə sərf olunub və eyni zamanda terrorçuluğun maliyyələşdirilməsinə sərf olunub. Və digər bir mühüm məqamı mən qeyd etmək istəyirəm. Məhkəmə prosesində həmin sənədlər təqdim olunur. Ruben Vardanyan o zamanlar Rusiyada yerləşən Akva şirkəti ilə sövdələşmələr aparıb və həmin Akva şirkətindən silahların alınması, puaların alınması və həmin puaların Azərbaycanın strateji obyektlərinə yönəldilməsi istiqamətində planlar hazırlanıb, sənədlər olub, faktlar, sübutlar var. Məhkəmə prosesində Ruben Vardanyanla bağlı təqdim olunan sənədlər çoxsaylıdır bu istiqamətdə. Eyni zamanda onun sosial şəbəkə üzərindən yazışmaları, VOMA təşkilatı ilə sövdələşmələr aparması, onun VOMA təşkilatının Qarabağda qanunsuz muzluların hazırlanması ilə bağlı danışıqların aparılmasına dair sənədlər var. Bundan başqa eyni zamanda onun WhatsApp üzərindən səs yazıları məhkəmə prosesində təqdim olunur. Qeyd edək ki, Ruben Vardanyan ona bütün bu faktlarla, sübutlarla bağlı ünvanlanmış sualların heç birinə cavab vermir. Ümumiyyətlə, Ruben Vardanyan məhkəmədə sərbəst ifadə verməkdən imtina edib. O, mütəmadi olaraq məhkəmə prosesində vəsadətlər qaldırır və həmin vəsadətlərin də böyük əksəriyyəti onun cinayət işinin materialları ilə tanış olması ilə bağlıdır və məhkəmə də həmin vəsadətləri təmin edir. Ruben Vardanyanı həm istintaq zamanı, həm də məhkəmə prosesi zamanı cinayət işi üzrə keçən materiallarla, o cümlədən iclasın protokolları ilə tanış olmaq üçün kifayət qədər vaxt, zaman verilib. Ruben Vardanyan məhkəmə prosesində müdafiə olunur özünü seçdiyi vəkillə və eyni zamanda ifadələrini sərbəst şəkildə, yəni fikirlərini, vəsadətlərini sərbəst şəkildə rus dilində bildirir. Bunun üçün də məhkəmə prosesində tərcüməçilər iştirak edirlər. Məhkəmə prosesi açıq keçirilir və bugünkü proseslə də bağlı bizim növbəti buraxılışlarda reportajımız olacaq deyərək sözü yenidən mərkəzə studiya ötürürük.